Şou məhəlləsində yenə ortalıq qarışdı. Hər kəs eyni ağılda deyil ki. Adamı eləyirik, ulduz çıxardırıq təpəmizin düz ortasına. Mən bilirəm, bunlar müğənni deyirlər axı. Xalq artisti Tünzalə Ağayeva kimlərin üstündən xət çəkdi? Bir sayğısızlıq baş verir. Bu məni üzür. Deyim ki, barışıram. Yox, barışmıram. Sadəcə görməzdən gəlirəm. Nazilə Səfərli hansı itkini yaşadı? Məhz bu itkiyə görə bu il ad günü qeyd etməyəcəm. İstəməzdim belə qəmli notlara köklənmək. Yaddan çıxan Əli Mirəliyev görün nələrə əl atdı. Görsən, tutursan bunu belə. Tutduğun... İndi özü gözə getirəcəyim. Deyən ala, qoyum, qaşıyım buna. Bütün bunlar mağazin gündəmində. Əli Mirəliyev kimdən və nədən gileylidir? O, kimləri görməzdən gəlir? Birazdan. Gülağa Məmmədov, Şüfqət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Fatma Mehrəliyeva, Tükəzban İsmailova, İslam Rızayev, Yaqub Məmmədov, Rəşid Behbudov, Xanəmi, Bülbül, Qulu Əsgərov kimi sənət dühaları ilə bir səhnəni paylaşan peşəkar ifaçı Əli Mirəliyev. 72 yaşlı Əli Mirəliyevin sənət yolu çox parlaq olub. O Dan Uluza ansamblının, Səyid Rüstəmov adına orkestrın, Dövlət Mahnı rəqs ansamblının, Azərbaycan Dövlət Televiziyasının solisti olub. Müğənni Gecələr Bulaqbaşı, Ay işığında, Səni unuda bilmirəm, Ay gecikən məhəbbətim, Yaraşaydım, Sevgilim kimi neçə mahnıların mahir ifaçısıdır. Mirəliyevin solo ifası kimi uğurlu duetləri də az deyil. Xalq artistləri Flora Kərimova, İlhamə Quliyeva, Natəvan Şeyxova, Elmira Rəhimova, əməkdar artistlər Rühəngiz Musəvi, Firuzə İbadova, Zöhrə Abdullayeva onun yaradıcılığında mühüm rol oynadılar. Bu nəğmələr Əli Mirəliyevi böyük tamaşaçı auditoriyasına tanıtdı və sevdirdi. Bəzən açıq sözlü, bəzən sərt danışan Əli Mirəliyevin qəlbi hər zaman sənət üçün döyündü. Musiqini qoruyan bir əskər oldu sanki. Xoşlamadığı musiqini, sevmədiyi ifanı və ifaçını asanlıqla tənqid etdi. Onun bu tənqidlərindən örnək götürənlər də oldu, götürməyənlər də. Hər halda nəhəng ifaçılarla çiyin-çiyinə çalışan Əli Mirəliyevin danışmağa haqqı var idi. O, müasir musiqini bəyənsə də, retro mahnılara əlavələr edib xələl gətirənləri qəbul etmədi, bağışlamadı. Susmadı. Sənətkar onlara qarşı daim mübarizə apardı, haqq səsini ucaltdı. Bugün Əli Mirəliyevin bir arzusu var. O da özündən sonraki nəslin professional musiqiçiləri təbliğ etməsidir. Günün sədasında qonaq olan peşəkar ifaçı musiqi dolu səhnə həyatından bilmədiyiniz məqamlara toxunacaq. Həm kino, həm də ifaçılıq sənətində böyük iz buraxan əməkdar artist, müğənni aktrisa Rühəngiz Musəvi. Rühəngiz Musəvi elə ifaçılardandır ki, onun səsini heç bir müğənni ilə səhv salmaq mümkün deyil. Bu fərqli səsi hər dinləyəndə Azərbaycan milli estrada musiqisi yada düşür. O daim zövqlü mahnılar oxudu. Aldığı böyük məktəbə heç vaxt xəyanət etmədi.
həm ifası ilə sevdirdi özünü, həm də hər kəsi valeh edən gözəlliyi ilə. İllər ötsə də əməkdar artist gözəlliyini, təravətini əsla itirmədi. Hətta zaman-zaman bizi təəccübləndirdi də. Əldə etdiyi uğurlarla kifayətlənmədi. Daim irəli baxıb üzərində çalışdı. Məşhurluq onun başını gicəlləndirmədi. Nə qədər sevildisə, o qədər də sadə oldu. Tamaşaçılarına daim qucaq açdı. Onlar da Ruhəngiz Musəvinin bu sevgisinə biganə qalmadılar. Ən sevimli nəğmələrin mahir ifaçısı Ruhəngiz Musəvi oxuduğu duetləri ilə də diqqət çəkməyi bacardı. Onun mərhum sənətkar Məmməd Bağır Bağırzadə ilə olan bu canlı ifası hələ də tamaşaçılar tərəfindən dinlənilməkdədir. Bu duet aktuallığını bugün də itirməyib. Tofiq Quliyev, Oktay Kazimi, Eldar Mansurov, Cavanşir Quliyev, Nailə Mirməmmədli kimi bir çox nəhəng bəstəkarlarla çalışdı. Hər ifası ilə təkrarsız yol açdı özündən sonraki nəslə. Ruhəngiz Musəvinin yaradıcılığını sadalamaqla bitirmək mümkün deyil. Azərbaycan milli kinosu olan Baladadaşın ilk məhəbbəti filmində Ruhəngiz Musəvinin yaratdığı obraz isə tamaşaçıların qəlbində əbədi iz qoydu. İllər ötsə də filmə hər baxanda ötən illərin xatirələri yenidən gözümüzün önündə canlanır. Ruhəngiz Musəvi bu gün də səsi və səhnə mədəniyyəti ilə Ruhəngiz xanım, qoy üzünüzdəki o təbəssüm, o saflıq sizi əsla tərk etməsin. Qəlbi səhnə üçün döyünən sənətkar. Yaşayın, yaradın. Sadiq tamaşaçıların bu alqışı, bu sevgisi sizin haqqınızdır.